sonra, amma bir balaca da söz sizə deyəcək, köməkli eləyərik. Alqışlayın Nalə xanımı və həyəcanı geçsin. Utananın uşağı olmur, ay müəllimə, buyur. Uğurunuzu və bol iş arzulayıram. Mən həmişə deyirəm, hansı ölkədə olursa olun, hər hansı işdə işləyirsə işləyin, biləndə ki, siz bizim ailənin, Mahsediz Akademiyanın ailə üzvü olmuşsunuz, o sizə bir duyğu və uğur verəcək. Həm də mənim üçün. Sizləri tanıdığıma görə peşman deyiləm. Üzünüz gülsün, qəlbiniz təmiz olsun, sevək bu sənəti, bu sənətə də hörmət edək. Çünki gündə 3 dəfə insana bu sənətdən istifadə edir. Evdar xanımlar da, özü üçün yeməyi sevən insanlar hamısı. Günlər müəllimə, buyur. Günlər müəllimənin, Anar bəy, gəl. Anar bəy bizim ən cavan müəllimlərimizdən biridir. Bizim qapımız nəinki tələbə üçün, inanın Allaha, hər bir müəllim üçün də qapımız açıqdır. Yəni, hansısa bir müəllim bizdə desə ki, mən sizin tələbələrə falan bir şeyləri öyrədə bilərəm, yeni texnologiyaları öyrədə bilərəm, mən onun üçün o qapını açacağım. Ola bilər az miqdarda maaş alacaq, çox miqdarda maaş alacaq. Bilirəm ki, az verirəm. Yəni, az əməyin qabağında siz işlədiniz bizimlə. Mən sizə dərin təşəkkür edirəm, müəllimələr. Düzdür, olar o verdiyimiz əmək sizin heç bir işinizə gəlməz. Təşəkkür edirəm. Müəlliməmiz Misirdən gəlir təzəliyinə. Misirdə Azərbaycan mətbəxdir və Misirdə bizim öz menyularımıza təqdim elədi və oranı ekskursiya elədi. Təşəkkür, hamınız yetməyə qismət olsun, bütün müəllimələr sizin, hamınıza. Yəni, onu demək istəyirdim ki, yəni, kim nəsə öyrənmək istəsə və öyrətməyə hazır bir olan bir şəxs olsa, bizim qapını döysə, bizim komanda o insana qapını açacaq. Və o insanı keçirəcək ki, görək, bu həqiqətən də öyrədə bilirmi? Yəni, ana müəllim üçün biz qapını açanda, ana müəllim 19 yaşı var idi, bizim peşəni təzə bitirmişdi. Və bu günə kimi necə dərs keçir bilmirəm, amma hamı razı gedir. Özünü və xüsusilə, nə vaxt gedirəm qabağında konfeti, şokolatı var. Xanımlar deyir ki, biz Anar bəy istəyirik. Anar bəyin tələbələri durursun ayağa, arxada otururlar. Alqışlayın Anar bəyi. Tələbələr nəsə razıdır. Həm evdən danışırlar, eşindən danışırlar, qohumdan danışırlar. O üçün bir sözlə sən axtarıramdır. Buyur Anar bəy. Mən də bütün məzunları təbrik edirəm. Qoyduğu həyat yolunda uğurlar. Ana və həyəcanlandı, alqışlayaq. Gənclərə dəstək olmaq bizim borcumuzdur komanda olaraq. Günel müəllimə, buyur. Gəl alqışlayaq səni də. TikTok'un məşhur siması olan Günel